Deyirəm, həqiqətən də nə qədər gözəl bir hissdir ki, istər sənətkar, istər sənətçi, hər kəs gələndə dəstək olan şəxsdə ilk adını çəkdikləri valideynlər olur. Həmişə deyirlər ki, valideynim mənə dəstək olub və bunu da necə deyirsən, yəni ürəklə deyirsən və bilirsən ki, orada bir mənfəət yoxdur, orada bir qarşılıq yoxdur, orada bir kin-küdurət yoxdur. Yəni sən nə etsən də sənə bir dəfə bəlkə də pis söz deyəcək, amma bilirsən ki, səni əsli doğru yolu göstərəcək. Səni istəyən tək insan valideyndir. Bax, maraqlıdır ki, çətinmi oldu bu sahədə ilk addımlarınız? Bəli, çətinliklər çox olub. Aha, maddi cəhətdən də istər. Maddi cəhətdən olmuyor, şükür, maddi cəhətdən olmuyor, amma belə yəni təkən baxımından, yol açmaq baxımından təbii ki. Elə çətin olub, bəli. Və bu günümüzdə necə? Olduğunuz yer sizi qayn edirmi, yoxsa hansı planlarımız var hələ gələcək? Hələ ki yoxdur, hələ ki yox. İnşallah gəlmək istəyirik zirvələrə görək. Nəsə bir duet varmı planımızda? İnşallah olar yəqin ki. Aha, nəsə belə bir şey də. Görürsünüz, qığılcım görmədiyim yerdən sual soruşmuram. Bilirəm ki, nəsə elə bir şey ola bilər. Bəs maraqlı da Alqayıt müəllim populyar olan bir xanımla mı duet oxuyar, yoxsa elə səsi avazı özünə yaraşan bir xanımla da olsa olar? Fərq eləməz elə, yəni uyğun gəlsə fərq eləməz. Məsələ biri varmı ki, istəyirsiniz, arzu edirsiniz ki, onunla bir duet oxuyardınız? Hələ ki yoxdur ya. Hələ olmayıb belə bir şey. Görsən deyir ki, zirvə təklər üçün də özüm də solo ifa edirəm də hələ ki. Tək hər zaman zirvədə olun, tək hər zaman səsiniz ucalardan gəlsin. Deyirəm, gəlin elə bu məqamda sizdən gözəl bir ifa alaq. Gəlsin, bizim Alqayıt bəydən gözəl bir ifa gəlir, bəli.
bu gözəl ifaya görə məni tanıyan hər kəs bilir ki, mən bu ifa üçün ürəyim gedir. Yəni həqiqətən də ən çox sevdiyim ifalardan biridir. Və telefon xəttimizdə bir